Rambo 4 filmi haqqında maraqlı faktlardan birini sizlərə təqdim edirik. Bu filmdə Sylvester Stallone həm rejissor, həm ssenari müəllifi, həm də başrol ifaçısıdır. O filmi 20 il sonra çəkmək qərarına gəlib və real hadisələrə əsaslanmaq istəyib. Filmin süjetini Birma ordusunun Karen xalqına qarşı soyqırımı kimi aktual və az diqqət çəkən münaqişəyə əsaslandırıb. Film Birmada qadağan olunub. Stallone bunu karyerasının ən qürurverici anlarından biri adlandırır. Final səhnəsindəki 50 kalibrli pulemyot səhnəsi realdır və çox ağır olub. Təxminən 54 kiloqram idi. Amma Stallone bu çətinliyin öhdəsindən gəlməyi bacarıb. Bu səhnəni çəkmək üçün yüzlərlə patron sərf olunub. Çəkilişlər Taylandda keçirilib və çox ağır şəraitdə olub. İsti, rütubət, ilanlar. Stallone bu çəkilişləri karyerasının ən çətin filmlərindən biri adlandırıb. Filmin büdcəsi $50 milyon. Dünya miqyasında təxminən $113 milyon gəlir əldə edib.